Bu sizin son qərarınız. Bəli. Qəbul olunur. Yəni buzlar dağılsa fəlakət baş verə bilər. Eyni zamanda ağ ayları narahat eləməmək üçün. Mən bilən orada ağ aylar yox. Yox da. Olmuşsunuz Antarktidada. Yuxuda. Yuxunuz için olsun. Sağ ol. Cavab düzdür. Bravo. Belə 7-ci sual. 400.000 manat 3 köməyiniz qalır və sual belədir. Bu aktyorlardan hansı Hindistan kinosunun nümayəndəsi deyil? Shashi Kapoor, Nərgiz, Ömər Şərif, Mithun Chakraborty. C bəndi Ömər Şərif. Nəyə görə siz fikirləşirsiniz ki, o Hindistan kinosunun nümayəndəsi deyil? Mənə elə gəlir o fransız kinosunun nümayəndəsi. Ola bilər səhv edirəm, amma Hindistana aid olmamalı. Bu sizin son qərarınız. Bəli, C bəndi Ömər. Ucadan. Bəli. Qəbul oldu. Təbii ki, Shashi Kapoor demək olmaz. Nərgiz də demək olmaz. Amma Mithun Chakraborty çox şübhəlidir. Jimmy. Jimmy. Hə, Jimmy. Gəlin belə eləyək. İlk öncə reklamları izləyək, sonra cavabı bilərik. Reklamlar bitdi və cavab doğrudur. Bravo. Ömər Şərif, Misir mənşəli Amerika aktyorudur. Belə siz 400.000 manatı qazanmışsınız, heç bir köməkdən istifadə etmədən. 8-ci sual 800.000 manat və sual belədir.